bu kiçik psixoloji praktikadan sonra bütün istədiklərini rahatlıqla əldə etməyə başlayacaqsan. Diqqətli olun. Bu sizin ata-ananızdır və onların təcrübəsidir deyə düşünün. Bu isə sizsiz. Siz doğulanda heç bir təcrübəniz olmadan, heç bir hələ tam təmiz səhifə kimi proqramlarınız olmadan doğulursunuz. Ata-ananız isə müəyyən qədər təcrübə yığıblar artıq. Sizin həyatınız boyu təqribən 10, 15, 18 yaşlarınıza qədər ata-ananız özlərinə məxsus təcrübəni sizə ötürür, proqramları ötürür və bu qədər. Və onlar həyatınızdan çıxır artıq. Sizin isə hələ boş qalan bir hissə var həyatınızda, düzdür? Bir çox insan yalnızca bu təcrübə ilə yaşamağı seçir. Ata-anası necə yaşayıbsa onu davam elətdirməyi seçir. Ata-anasına sadiq qalmaq üçün onların proqram və təcrübələrini davam elətdirməyi seçir. Onlardan daha yaxşı yaşamağa özünə icazə vermir və bu şəkildə böyük bir hissə şüuraltınızda sanki boş qalır və bu hissəni yeni özünü proqramlama və yeni təcrübələr və yeni seçimlərlə doldura bilmirsiniz. Niyə? Çünki fokuslusunuz bu hissəyə. Əslində isə biz uşaqların, hamımız uşaqlarıq, düzdür? Valideynlərimizdən sonra, yəni 18 yaşından sonra tək vəzifəsi özünü proqramlama etmək və istədiyi hər şeyi artıq rahatlıqla əldə etməyə başlamaqdır. Düşünmədən ki, valideynlərimiz nələri əldə ediblər, bizə nə təcrübə veriblər və s. və s. Bunun üstünü doldurmaq. Bax, bu cəsarətiniz varsa, istədiyiniz hər şey sizin olur. Bütün maşınlar da, evlər də və s. Bu təcrübəni əldə etmək üçünsə, özünü proqramlama edə bilmək üçünsə, mən səni tamamilə ödənişsiz şəkildə biodakı linkdən marafona qatılmağa dəvət edirəm.